Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəri. Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxartdı. Füzuli rayonu. Qaraxanbəyli kəndi. Ermənilər tərəfindən dağıdılmış Qaraxanbəyli kəndi. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva Əhmədbəyli Füzuli Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli Şuşa yolunun təməlini qoydular. Yeni işlənmiş layihəyə körpü və tunellərin inşası daxildir. Yəni çətin relyefə malik olan ərazilərdə dolama yolların yerinə körpü və tunellərin tikintisi nəzərdə tutulur. Yeni trassa Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına yeni yol çəkiləcək. Füzuli Şuşa yolunun təməlini qoyduq. İndi isə yeni inşa ediləcək Füzuli hava limanının təməlini qoyacağıq. Və bu il hava limanı hər halda uçuş enmə zolağı istifadə verilməlidir. Uçuş enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin hərəkəti, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq. Bugün yanvarın 14-də Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Hava limanının tikintisi ilə bağlı mən Azərbaycan xalqına məlumat vermişdim. Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Füzuli Beynəlxalq Hava Limanı bu il istifadə verilməlidir. Hər halda uçuş enmə zolağı bu il istifadə verilməlidir. Hava limanının binası isə ola bilər bu il, ola bilər gələn il istifadə veriləcək. Bu hava limanının əsas məqsədi Şuşaya xarici qonaqların gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil və nəzərə alsaq ki, bugün Füzuli Şuşa 4 zolaqlı və bəzi yerlərdə 6 zolaqlı yeni avtomobil yolunun təməli qoyulub. Xaricdən gələn qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gələ biləcəklər. Şuşa şəhəri mənim tərəfimdən
Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verildi və bütövlükdə müharibədən 2 ay cəmi vaxt keçib, ancaq böyük quruculuq işlərinə start verildi. Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. İndi yer seçilir və beləliklə 2 beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir. Böyük qayıdış başlayır, bütün işlərə start verildi və əminəm ki, necə ki qısa müddət ərzində düşməni torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, qısa müddət ərzində bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da bərpa edəcəyik. Qarabağ Azərbaycandır. Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyduq, bax burada və bu il Füzuli Beynəlxalq Hava Limanı istifadə verilməlidir. Hər halda uçuş enməz olağı istifadə verilməlidir ki, bu ildən başlayaraq artıq vətəndaşlar, xarici vətəndaşlar və xaricdə yaşayan Azərbaycanlılar Şuşaya gəlmək üçün rahat təyyarə ilə gələ bilərlər. Və bununla paralel olaraq göstəriş verildi ki, Füzuli Beynəlxalq Hava Limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Və eyni zamanda Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün bura gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən, digər bizim şəhərlərimizdən. İndi isə istiqamət Şuşa şəhəri və yol boyunca əlavə məlumat veriləcəkdir. İndi isə Füzulidən Xocavənd rayonuna gedirik. Ondan sonra da Şuşa şəhərinə gedəcək. Gözəl, qarşımızda gözəl mənzərə açılır. Gözəl, vüqarlı dağlar. Dağların başında qar. Gözəl Azərbaycan diyarımızdayıq. Bu isə Şəkərcik kəndidir. Şəkərcik kəndi Füzuli şəhərinə bitişik olan kənddir və Füzuli şəhəri azad olunanda Şəkərcik uğrunda da şiddətli döyüşlər gedir. Baxın, düşmən işğal dövründə bütün bu əraziləri yerlə yeksən edir. Füzuli şəhərində biz artıq olmuşuq. O dəhşətli mənzərəni Azərbaycan xalqı görübdür. Bütün dünya görübdür və görməlidir. Bütün dünya görməlidir. Ona görə göstəriş verildi ki, xarici qonaqları Azərbaycana dəvət edib, bu bölgələrə gətirib, onlara erməni vəhşiliyinin əməllərini göstərir. Artıq bütün dünya görür ki, hansı vəhşi düşmənlə biz müharibə aparmışıq və hansı vəhşi düşməni məhv etmişik. Bu dağlar bizimdir. Bura Azərbaycandır. Xocavənd rayonu Böyük Tağlar kəndinin ərazisi. Baxın, necə də gözəldir bizim ölkəmiz.
bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan ordusu azad edib. Yolumuza devam edirik. Bakın gün de çıktı. Güneş de bizi salamlayır. Yolumuzu ışıklandırır. Biz gelirik Şuşaya. Azad edilmiş Şuşaya. Yol tikintisi de aparılır ve eminim ki çok güzel bir yol olacak. Ülkemizin en güzel yollarından biri olacak. Tabii ki en yüksek keyfiyetle dikilecek, aynı zamanda manzaralı yoldur. Tarihi yoldur. Gelebeğe aparan yoldur. Sema da açıktı. Güneş yolumuzu ışıklandırır. Yok, hiç vaxt olmuyor. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib biz indi cəmi 2 ay ərzində bax bu yolu açmışıq. Sonra əlbəttə ki bu genişləndiriləcək və asfalt döşənəcək və rahat Azərbaycan vətəndaşları Şuşaya gedəcək. Qələbə yolu ilə gedirik. Bir daha görürük ki bu ərazidən, bu meşələrdən geçmək doğrudan da böyük qəhrəmanlıq idi. Sol tərəfdə bizim gözəl dağlarımız, meşələrimiz, baxın necə gözəl mənzərədir. Hərbiçilərimiz piyada bu yolu gediblər. Piyada qalxıblar bu ərazidən. Dağlar görsənir. Görünür. İstifade verilenden sonra bu yoldan geçen bizim vatandaşlarımız görecekler ki Azerbaycan ordusu əsl qəhrəmanlıq göstərir. Bu yerlerden geçerek Şuşaya yakınlaşıp Şuşanı işğalçılardan azad etti.
texnika ilə yarmışıq bu yolu açmaq üçün. Yaşayış məntəqəsi görsənir. Bu yol bizi Şuşaya aparır. Füzulidən Şuşaya. Bu yol Qələbə yolu adlandırılır. Bizim qəhrəman əskər və zabitlərimiz bu ərazidən keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğalçılardan azad etmişlər. Ermənilər bizi bu tərəfdən gözləmirdilər. Onların ağlına belə gələ bilməzdi ki, bu yoldan Azərbaycan ordusu keçə bilər və yaxınlaşa bilər. Onlar bizi başqa yerdən gözləyirdilər və orada möhkəm istehkamlar qurmuşdular. Biz isə həm o istiqamətdə müəyyən manevrlar etmişdik. Amma əsas bizim Şuşaya gedən yol bax bu yoldur. Və ermənilər bir də ayıldılar, gördülər ki, Azərbaycanlılar Şuşanın yaxınlığındadır. Gözlərinə inana bilmədi. İndi təsəvvür edin. Bu yolu 10 kilometrlərlə ölçülən bu məsafəni bu dağlardan, dərələrdən, meşələrdən keçərək qət etmək böyük qəhrəmanlıqdır. Biz ağır texnikanı gətirə bilməmişik və bu mümkün deyil. Ancaq yüngül silahlar və qəhrəmanlıq, əskər zabitlərimizin fiziki hazırlığı, mənəvi gücü, iradəsi, vətən sevgisi bizi bu yollarla, əslində burada yol yox idi indi. Bu yaxınlarda bu yol açıldı. Bu ərazidə bizi müqəddəs yerimiz olan Şuşaya apardı. Cəmi 2 ay ərzində mənim göstərişimlə bu yol açıldı. Bax, indi görə bilərsiniz ki, bax, bu sol tərəf bütün qazılan ərazilərdir ki, biz Füzulidən keçərək, Xocavənd rayonundan keçərək Şuşaya gedə biləcək. Və gedirik. Xocalı rayonunun Sığnaq kəndi. Burada da Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkəti Kolin şirkətinin bayrağı asılıdır. İki qardaş. Sığnaq və Çanaqçı kəndlərinin azad edilməsi Şuşa əməliyyatı üçün xüsusi əhəmiyyət daşıyan əməliyyatlar idi və ordumuz böyük qəhrəmanlıq göstərib işğalçılardan bu kəndləri azad etmişdir. Bundan sonra da istiqamət Daşaltı kəndidir. Ondan sonra da Şuşa.
Xocalı rayonu, istiqamət Şuşa şəhəri. Gözəl mənzərə açılır. Həm sağ tərəfdə, həm sol tərəfdə hər tərəf yaşıl, dağlar, meşələr, dağların başında qar. Hava da güneşlidir. Qabaqda da çok güzel mənzərə açılır. Biz şuraya yaxınlaşırıq. Baxın necə də gözəldir. Şuşaya çatırıq. Güzel təbiət. Şuşa lap yaxındır. Dağın başında. Yol boyunca da güneş bizi müşahit ediyor. Bu da təbiidir. Təbiət də bizi alqışlayır. Yüksək gərginlik xətlər, baxın, artıq dirəklər də qoyulub, çəkilir. Şuşa şəhərinin işıqlandırılması və gələcək inkişafı üçün bu elektrik xətlər mütləq inşa edilməlidir. Və qısa müddət ərzində artıq bunlar
qoyulur ağır relyefi olan ərazidə və o da göstərir ki, yaxın zamanlarda Şuşaya həyat qayıdacaq. Görün ne gündedir bizim güzel Şuşamız. Ne güne salıblar ermənilər. Tüm tarihi binalarımızı dağıdıblar. Şuşi Plaza Hotel. Şuşi adlı şehir yoktu. Şuşa var. Özü de Plaza Otel. Bu da bizim saatli məscidimiz. Gör necə dağıdıblar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə gəldilər. Əziz hərbiçilər, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanı işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbiçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişlər. Mən Şuşaya qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbiçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib. Şuşa əməliyyatı əminəm ki, aparıcı beynəlxalq hərbi məktəblərin dərsliklərinə salınacaqdır. Artıq məndə məlumat var ki, bir çox inkişaf etmiş ölkələrin mütəxəssisləri 44 günlük vətən müharibəsini hər bir gününü təhlil edirlər. Çünki 44 günlük müharibənin hər bir günü qələbə, zəfər günüydü. Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Çünki düşmən hesab edirdi ki, Şuşanı azad etmək mümkün deyil.
ve yəqin ki, müəyyən dərəcədə haqlı idi. Çünki Pənahəli xan bu şəhəri elə salmışdı ki, hər tərəfdən sıldırım qayalar və təbii landşaft Şuşanı mühafizə edirdi. Və 92-ci ilin mayında o vaxt ki, Azərbaycan rəhbərliyinin və hakimiyyət uğrunda mübarizə aparan AXC Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal altında düşdü. O vaxt ermənilər öz dırnaqarası əməliyyatına bir ad vermişdilər. Dağlarda toy. Halbuki heç əməliyyat da keçirilməmişdir. Şuşa şəhəri boşaldılmışdır. O vaxtki Müdafiə Naziri hansı ki demişdi ki, Şuşa əldən getsə başıma güllə çaxacam, qorxaqcasına Şuşadan qaçmışdır. Ondan sonra isə ermənilər bu əməliyyat, güya əməliyyat haqqında əfsanələr uydurmuşlar. Dağlarda toy. İndi biz onlara elə toy tutmuşuq ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar. Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək, cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etdi. Və noyabrın 8-də Şuşada uzun fasilədən sonra Azərbaycan bayrağı qaldırılmışdır. Bakıda möhtəşəm dövlət bayrağı meydanın açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Və bu gün gəldi. Hatırlayıram, erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər. O da əgər Azərbaycan dırnaqarası Dağlıq Qarabağ Respublikasını tanısa və Azərbaycan Dağlıq Qarabağda öz səfirliyini açsa. Görün nə qədər iyrənc, nə qədər təkəbbürlü ifadələr işlədilirdi. İndi sıçan kimi oturublar, dillərini qoyublar qarınlarına, bir kəlmə də söz deyə bilmirlər. Biz gəlmişik bura qalib kimi, bayrağı da qaldırmışıq. Bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar, heç bir əhmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik. Və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik. Düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, diz çöksün bizim qabağımızda. Kapitulyasiya aktına imza atsın. Və belə də oldu. Və alçaldıcı kapitulyasiya aktı əbədi tarixdə qalacaq. Bütün dünya bizim qələbəmizdən danışır. Bütün dünyanın aparıcı media orqanları Azərbaycanın parlaq qələbəsi haqqında yazırlar, reportajlar hazırlayırlar. İndi analitik məqalələr dərc edilir, kitablar da yazılacaq. Bizim şanlı ordumuzun 44 günlük müharibəsi 21-ci əsrin müharibəsidir. Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Və dəfələrlə mən demişdim, o cümlədən hərbçilərlə görüşlərimdə, çoxsaylı görüşlərimdə ki, əgər öz xoşu ilə düşmən torpaqlarımızdan çıxmasa, məcbur edəcəyik onları. Qovacaq torpaqlarımızdan. Güc amili öz rolunu oynayacaq və belə də oldu. Və 44 günlük müharibənin hər bir günü zəfər günüydü. Hər gün biz qabağa gedirdik. Bir gün belə geri addım atmadıq. Bu müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir. Müharibələrdə hücumlar olur, geriyə getmə olur, manyovrlar olur. Biz isə hər gün qabağa gedirdik.
hər həftə onlarla yaşayış məntəqəsini işğalçılardan azad edirik. Və nəticədə 300-dən çox yaşayış məntəqəsini azad edib, Şuşanı azad edib, düşmənə sarsıdıcı zərbələr endirib, onları məcbur etdik ki, Ağdam, Laçın və Kəlbəcər rayonlarından öz qoşunlarını çıxartdılar. Cəmi 20 gün ərzində rədd oldular bizim torpaqlarımızdan və biz qayıtmışıq. Və müharibə başlayan gündən mən deyirdim ki, rədd olun bizim torpağımızdan. Dərhal öhdəlik götürün. Öyle demiştim ki, Ermənistan rəhbərliyi bu öhdəliyi götürməlidir. Deməlidir ki, tarix verməlidir ki, filan tarixdə mən torpaqlardan çıxıram, mən də müharibəni dayandırıram. Əks təqdirdə sona qədər gedəcək. Bütün təzyiqlərə baxmayaraq, bütün telefon zənglərinə baxmayaraq, bütün təhdidlərə baxmayaraq dedim ki, sona qədər gedəcəyik. Düşməni torpaqlarımızdan qovacağıq. Elədik də, getdik də, qovduq da. Və məcbur olub noyabrın 10-da kapitulyasiya aktına düşmən öz qolunu qoydu və beləliklə müharibə son qoyuldu. Bu müharibə bizim tariximizdə əbədi yaşayacaq. Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Bütün şəhidlər dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir. Artıq bu ildən başlayaraq göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daima o ailələr diqqət mərkəzində olacaqdır. Birinci Qarabağ müharibəsində şəhid olmuş 9000 şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onları müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq. Və müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. Vətən müharibəsi ordeni Azərbaycanın ən ali hərbi ordenidir. Zəfər ordeni, Qarabağ ordeni, bütün bu ordenlərin adlarını mən özüm təklif eləmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib. Şuşaya qədər ordumuz qələbə yolu ilə uğurla gedərək Cəbrayıl, Füzuli, Xocavənd, Suqovuşan, Hadrut, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, Qubadlı, Zəngilan rayonlarını azad edib və Şuşa şəhərini azad edib. Noyabrın 8-də, noyabrın 9-da düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib. Biz qalib xalqıq. Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişdim. 39 il bundan əvvəl 2 dəfə gəlmişdim. Və birinci dəfə yanvarın 14-də gəlmişdim. Bax bugün yanvarın 14-də yenə də buradayım. Və bu dəfə Müzəffər Azərbaycan ordusunun, qalib Azərbaycan ordusunun ali baş komandanı kimi gəlmişəm. Düşmənin belini qıran ordunun ali baş komandanı kimi gəlmişəm. Və burada deyirəm, müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə
biz bu torpaqlarda əbədi yaşayacağıq. Biz Şuşanı ve bütün başka dağıdılmış şehir kentlerimizi bərpa edəcəyik. Bütün dağıdılmış tarihi abidələrimizi bərpa edəcəyik. Ermənistan bütün dünyaya saxtakarlıq edərək Şuşa haqqında uydurmalar çatdırırdı ki, güya Şuşa bunların qədim şəhəridir. Necə ola bilər Pənah Əli xanın saldığı şəhər erməni şəhəri ola bilsin? Bu axı yaxın tarixin işidir, hadisələridir. Və əgər onlar bu şəhəri öz şəhəri kimi hesab edirdilərsə, nə üçün bu bərbad vəziyyətə qoydular? Nə üçün bütün binaları dağıttılar? Görün, nə gündədir bu şəhər? Daş da qoyulmayıb 30 il ərzində. Ancaq özləri üçün villalar tikdiriblər. Özləri üçün şərait yaradıblar. Şimdi biz şəhəri bərpa edəcəyik. Mənim göstərişimlə böyük bir qrup ezam edildi. Bütün təhlil aparıldı. Dünən mənə ilk dəfə olaraq məruz edildi. Müvafiq göstərişlər artıq verilibdir. Yaxın zamanlarda planlı şəkildə Şuşanın bərpasını biz təmin edəcəyik. Və əlbəttə ki, bundan sonra Şuşanı biz göz bəbəyi kimi qorumalıyıq. Bizim hərbçilərimiz, bizim qəhrəman övladlarımız Şuşanı qoruyacaqlar. Ki düşmən bu tərəfə heç baxmağa cəsarət tapmasın özündə. Və mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o bizim dəmir yumruğumuzu bir də görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər hər hansı bir təhribat bizə qarşı törədilərsə, cavabımız çox sərt olacaq. Çox peşman olacaqlar. Və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Və Azərbaycan ordusu, xüsusi təyinatlar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və bütün azad edilmiş torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir də belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq. Noyabrın 8-də Şəhərlər Xiyabanında Azərbaycan xalqına Şuşanın azad edilməsi müjdəsini verərkən çıxışımın sonunda demişdim. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Bugün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Gəlin uşaqlar, gəlin keçin şəkil çəkdirək. Müzəffər Ali Baş Komandan cəsarətli Azərbaycan ordusunun hərbçiləri ilə Şuşada xatirə şərki çəkdirir. Minarəni də dağılır.
Saatlı Məscidini ziyarət etdik, dualarımızı etdik. Məkkədən gətirilmiş Qurani Şərifi Saatlı Məscidinə hədiyyə etdim. Bundan sonra aşağı Gövhərağa, yuxarı Gövhərağa məscidlərində də olacağım. Oraya da müqəddəs Məkkədən gətirdiyim Qurani Şərifi bağışlayacağım. Düşmən bizim dini abidələrimizi azad edilmiş torpaqlarda işğal dövründə məhv edib. 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb. İndi Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq. Bütün müvafiq göstərişlər verilib. Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu haqda açıqlama verib. Və biz bütün tarixi dini abidələrimizi bərpa edəcəyik. Bildirməliyəm ki, ziyarət etdiyim Ağdam Cümə məscidinin əsaslı təmiri və bərpası işlərinə start verildi. Artıq mütəxəssislər oraya ezam edildi və yaxın zamanlarda təmir təklifləri veriləcək. Eyni zamanda Şuşa şəhərinin məscidləri də bərpa ediləcək. Bu minarənin dağıdılması düşmənin İslamofob hislətini göstərir. Ermənistan daima çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə olan münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bugünə qədər inanıbsa, bax gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, digər bizim azad edilmiş torpaqlara görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb, dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox. Mən bunu dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan edirdim. Müsəlman ölkələrinin liderlərinə müraciət edərək həm iki tərəfli formatda, həm çox tərəfli görüşlər əsasında beynəlxalq tədbirlərdə deyirdim ki, Ermənistan müsəlman ölkələri üçün dost ola bilməz. Məscidləri bugünə qoyan ölkə müsəlman ölkələri ilə dost ola bilməz. Bu riyakarlıqdır. Və Ermənistanı dost ölkə kimi qəbul etmək də riyakarlıqdır. Allahsızlıqdır. Necə dost ola bilər? Bunu dağıdanla müsəlman ölkələrinin liderləri. Cavab versinlər buna. Mənə yox, öz xalqlarına cavab versinlər. Məscidləri dağıdan, ora inək salan müsəlman ölkələri ilə dost ola bilər. Qoy onların xalqları bu cavabı versinlər. Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq. Heç kimdə şübhə olmasın. Artıq bunu müstəqillik tarixi də göstərib, müstəqillikdən əvvəlki tarix də göstərir. Bütün dinlərin abidələri bizdə qorunur. Kilsələr, sinagoglar, o cümlədən erməni kilsəsi Bakının mərkəzində dövlət tərəfindən qorunub, təmir edilib. Onlar nə ediblər?
Zəngilanda olarkən dağılmış, divarları qalmış məscidin önündə mən Azərbaycan xalqına müraciət edərək dedim, bunlar nə ediblər? Beynəlxalq təşkilatlara müraciət etdim. Gəlin baxın, hesabatı burada hazırlayın, öz kabinetlərində yox. Ermənistan rəhbərliyinin və onun havadarlarının yalan məlumatlarına inanmayın. Gəlin öz gözlərinizlə baxın nə günə salıblar bizim məscidlərimizi. Və sadəcə olaraq görüntü yaratmaq üçün Yuxarı Gövhər Ağa məscidini bunlar güya bir xarici şirkətlə birlikdə təmir elətdiriblər. Bu təmir bizə lazım deyil. Bu təmir riyakarlıq rəmzidir. Sadəcə olaraq görüntü yaratmaq ki, güya Ermənistan rəhbərliyi məscidləri təmir elətdirir. Və əfsuslar olsun ki, bir ölkənin şirkəti bu çirkin əməllərdə onlarla şərik olub, əlbir olub. Əlbəttə ki, Yuxarı Gövhər Ağa məscidinin təmiri qəbul edilməzdir. Bizim icazəmiz olmadan, qanunsuz olaraq bizim torpaqlarımıza gəlib, burada aylarla oturub, Ermənistan kriminal xunta rejimi ilə əlbir olub, bu məscidi güya təmir elətdirir. Bizə belə təmir lazım deyil. Və heç kimi bu aldatmasın. Heç kim bu yalana uymasın. Biz yenidən bütün məscidlərimizi təmir elətdirəcəyik. Yenidən bərpa edəcəyik. Və bütün dünya görməlidir ki, mənfur düşmən bizim müqəddəs məbədlərimizi nə günə salır. Bugün Şuşa işğaldan azad olunandan sonra Şuşanın bərpa edilməsi, bütün tarixi binaların bərpa edilməsi prosesinə start verilib. Şuşanı erməniləşdirmə cəhdlərinə son qoyulub. 30 il bunlar çalışırlar ki, Şuşanı erməniləşdirsinlər. Nail ola bilmirlər. Bu bunlar üçün yad şəhər. Öz şəhəri saysaydılar, bu günə qoymazlar. Şuşaya əsl sahibləri qayıdıb, biz qayıtmışıq. Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Güzel manzara değil. Gülle yerleri. Gülle yerleri. Güllelerin izleri. Burada da gülle izleri.
gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin büstlərini gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbül. Bu yerdə mədəniyyət evi yerləşirdi və Üzeyir bəyin və Bülbülün büstləri bu yerdə qoyulmuşdur. Mənfur düşmən Şuşa mədəniyyət evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşudbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır. 82-ci ilin yay aylarında mən də o vaxt atamla birlikdə buradaydım. Bax, bir qədər bu yerdən aralı bir yerdə Xurşudbanu Natəvanın büstü qoyulmuşdur. Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra bunları əritmək üçün Ermənistana aparmışlar və bunları əridib o ərintini satıb pul əldə etmək istəyirlər. Görün nə qədər insanlar alçaq keyfiyyətli olmalılar ki, tarixi şəxsiyyətlərin xatirəsi olan büstlərini güllə ilə vurasan, təhqir edəsən, ondan sonra aparıb bunu əritməyə istəyəsən. Və o vaxt Polad Bülbüloğlu bundan xəbər tutdu və Ulu Öndər Heydər Əliyevə müraciət etmişdir. Və görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyim, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar. Ömür boyu. Büstləri də biz pulla almışdıq. Və o gətizdirdik və İncəsənət Muzeyinin həyətində onlar yerləşdi. Oraya qoyuldu. Sonra müxtəlif vaxtlarda mənə bəzi insanlar müraciət etmişlər ki, bəlkə bu büstləri Bakının hər hansı bir yerində qoyaq, orada olsun. Dedim ki, yox. Onları biz ancaq Şuşanı düşməndən azad edəndən sonra Şuşaya gətirib öz yerlərində qoyacağıq. Və öz yerlərində də qoyduq. Və dahi şəxsiyyətlərimizin büstləri bizim qələbəmizin rəmzidir. Onların ruhu şaddır bugün. Onlar doğma vətənə qayıdıblar. Biz onları qaytarmışıq. Düşməni qova-qova, düşməni məhv edərək, torpaqlarımıza rədd edərək, Şuşanı geri alaraq, azad edərək qaytarmışıq onu. Burada duracaqlar. Və hər gələn insan, Şuşaya hər gələn insan yaxınlaşıb görəcək erməni vəhşiliyinin əməllərini. Tarixi ədalət bərpa olunur. Biz tarixi ədaləti bərpa edirik. Güc hesabına, əzm, iradə hesabına, cəsarət, mətanət hesabına, milli ruh hesabına. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır. Keçmiş raykomun binasıdır. Mənfur düşmən özü üçün burada meriya adlı bir qurum yaratmışdır. Bu Şuşa şəhərinin xunta başçısının qəbul otağı olur. Bu da qondarma
keçmiş, batmış, görbagör olmuş Qondarma Dağlı Qarabağ Respublikasının Şuşi şehrinin icra başçısının otağıydı. Şuşi yok, Şuşa. Unutmasınlar. Demir yumruğu yerindedir. Burada da istirahat edip kanunsuz zəbt etmiş buldurlar. Burada bunların kitabları, bakın. Bunun yeri zibilxanadır. Kondisioneri çöküp aparmışlar. Şuşadan kaçanda, o kaçta. Vaxt tapıb kondisioneri de yapar. Oğrular. Hamısı qalacaq tarixdə. İşğal Müzeyinin eksponatları olur. Buradan meydana mənzərə açılır. Sırmış şölər və eyni zamanda büstlər də buradan görsənir. Ermənilər Şuşanı tərk edərkən inzibati binalarda da kütləvi oğurluq və talançılığa yol veriblər. Məsələn, bu binadakı bütün kondisionerlər və istilik sistemi avadanlıqlarını söküb aparıblar. Bu şübhəsiz ki, acgözlüyün, amma həm də oğru xislətin təzahürüdür. Bu həm də 30 illik işğal dövründə Azərbaycan xalqının mədəniyyətini vandalizmə məruz qoyanların rəzil aqibətinin göstəricisidir. ...1982 il atamla birlikdə, bu da mənəm, Natavan bulağının önündə 39 ildən sonra qayıtmışam. Müzəffər ordunun başkomandanı kimi. Şuşa yenə bizimdir. Şuşa yenə Azərbaycandır. İndi su təchizatı necədir? Yaxşıdır cənab. Veriblər, təzə xətt veriblər. Bəli, bəli, bəli. Arddan Zarıslıdan, Bəli, o Daşaltı tərəfdən. Daşaltı. Normal belə gəlir. Bəli, bəli, gəlir cənab. İşığı da da verildi. verildi. Bəli. Bu birinci mərhələdir də bu. Bəli. İkinci mərhələdə tam veriləcək. Bu nə olurdu hə? Bu Xan qızı Natavanın yaşayış ev kompleksi. Saray. Bəli, bəli. Natavan sarayı bu. Bəli, bəli, bəli. 5 binadan ibarət. Necə gözəldir. Ha? 5 Dağıdıb binadan ibarət. cənab. 5 bin. Bəli, bəli. Tam Qarabağ xanı qızı. Qarabağ. Sovet vaxtında nə qızdı? Uşaq sanatoriyası kimi. İndi də bunu bərpa edəcəyik. Xan qızının evi kimi sanatorium. Sağlamdır değil mi? Bəli, 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 uşaq sanatoriyası. Bəli. Bəs o İbrahim Xəlil xan harda yaşayır İsfada? Onun evlərinin xarabalıqları istəmək olar ki, qalmır. Qaldı. Sovet tərəfdə ilə yeri var orada. Sovet vaxtında da artıq yox idi də o. Ancaq Natavanın evi qalmış. Bəli. Xan qızının önündə də bir şəkil çəkdirək.
Əsas ev budur. Bilirəm, əsas ev budur. Polat da gələndə o vaxt ermənilərlə birlikdə gəlmişdi. Bəli. Burada kimsə yaşayırdı. Əsas ev. Erməni qadın yaşayırdı. Əsas ev budur. Budur. Bəli, budur. Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Dahi Bülbülün büstünü nə günə qoyublar? Evini nə günə qoyublar? Cavabını veriblər. Artıqlaması ilə. Biz onlara cevabımızı döyüş meydanında verdik. Bütün şəhərlərimizin qanını aldıq. Bütün şəhərlərimizin qisası alındı. Onların qanı yerdə qalmadı. Xocalı soyqırımı törədən, mədəni soyqırım törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Polad gəlib, əminəm ki, atasının evini bərpa edəcəkdir. Bakıdan gətirmişəm. Xurşud Banu Natəvan, Uzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən güllə baran edilmiş büstlər. Təxminən 30 ildən sonra onlar da vətənə qayıdıb. Burada da solda. O aşağı Gövhər Ağa məscididir. Orada gedəcəyik. Bu da yuxarı Gövhər Ağa məscidi. Prezident İlham Əliyev
birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Aşağı Gövhər Ağa məscidini ziyarət etdilər. Sonra dövlət başçısı və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşadakı Qazancı kilsəsində oldular. Şuşa şəhərinin dağıntıları. Bizim tarixi binalarımızı Ermənistanın o vaxtki hərbi siyasi rəhbərliyi və Qarabağda özləri üçün yuva salmış separatçılar törədiblər. Bütün bu dağıntıları onlar törədiblər. Bütün dünya görsün. Bizim mədəni, tarixi, dini irsimizi Ermənistan necə yox etmək istəyir? Soldaki binalar da Sovet dövründə tikilib. Sağdaki binalar da Sovet dövründə tikilib. Bu da tarihi bir şəkildir. Heydər Əliyev Vaqifin büstünün önündə. Burada da məscidin minarələri görsənir. İndi Vaqifin büstü ermənilər tərəfindən dağıdılıb. Onun yerində belə bir eybəcər dükkan tikiblər. Vandalizmin, erməni vandalizminin növbəti təzahürüdür. Növbəti cinayətdir. Bura çol basmışdı, heç girməli mümkün deyil. Çox pislədir. Çol basmış. Siz təmizlədiniz də? Bəli, təmizlədik. Düz 39 il bundan əvvəl 1982-ci ilin yanvarın 14-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı olmuşdur. Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər bax bu yerdə mən də durmuşdum. Bu tarixi video kadrlar da var. Çok şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü və onun rəhbərliyi ilə inşaat işləri aparılmışdır. Və bu gözəl, əzəmətli məqbərə ucaldılmışdır.
o vaxt Sovet dövründə xanın vəziri olan insanın şərəfinə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi. İndi buna təbii hadisə kimi hər kəs baxa bilər, amma o vaxt sosializm dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq doğrudan da fövqəladə bir hadisə idi. Məhz Heydər Əliyevin təkidi və cəsarəti nəticəsində buna o vaxt Azərbaycan nail ola bildi və bu yer də təsadüfən seçilmədi. Molla Pənah Vaqifin qəbri buradadır və bu məqbərənin açılışı və yaradılması bir tərəfdən Azərbaycan Respublikasının öz tarixinə, Azərbaycan xalqının öz daxili şəxsiyyətlərinə olan hörmətin əlaməti idi. Digər tərəfdən Şuşada bu məqbərənin açılması bir daha təsdiq edirdi ki, Şuşa Azərbaycan şəhəridir. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılanda Şuşanı bu vilayətin tərkibinə salmaqla güdülən məqsəd də aydındır ki, yavaş-yavaş, tədricən burada Azərbaycan izi silinsin, bu ərazi erməniləşdirilsin və Azərbaycan xalqı öz respublikasında bu ərazidə azlıq təşkil etsin. Məqsəd bu idi. Ulu Öndər Heydər Əliyevin dövründə 69-82-ci illərdə onun səyləri nəticəsində, siyasəti nəticəsində o cümlədən Ağdamdan, Yevlaxdan Ağdamdan Xankəndiyə dəmir yolunun çəkilişi, Dağlıq Qarabağda müəssisələrin yaradılması və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislərin gəlməsi burada milli tərkibin Azərbaycan xalqının xeyrinə xeyli dəyişmişdir. Və 82-ci ildə Azərbaycanlılar Dağlıq Qarabağ Muxtar Vilayətində 25% təşkil edirdi. Əgər o vaxt Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər və beləliklə heç vaxt burada hər hansı bir münaqişə yaxud da ki, separatizm meydana çıxa bilməzdi, separatizm baş qaldıra bilməzdi. Ulu Öndərin uzaq görənliyi, öz doğma xalqına bağlılığı, öz doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisi bax bu məqbərənin tikintisində özünü göstərib. Bir də demək istəyirəm ki, Sovet rəsmi ideologiyasında xanlıqlar antimilli qurum kimi qələmə verirdi. Xanlar elə bir ki, düşmən kimi ictimaiyyətə təqdim edilirdi. Və rəsmi ideologiya, Sovet dövlətinin rəsmi ideologiyası elə idi ki, sanki Azərbaycan ərazisində mövcud olan xanlıqlar insanları yalnız istismar edirdi və Azərbaycan xalqı sanki gözləyirdi ki, bu xanlıqlar ləğv edilsin və Sovet hakimiyyəti yaradılsın. Təbii ki, bu cəfəngiyyətdir. Azərbaycan xalqı əsrlər boyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır. Əfsuslar olsun ki, tariximizin böyük əksəriyyəti müstəmləkəçilik formatında keçib. Başqa dövlətlərin tərkibində biz yaşamışıq. Buna bizi məcbur ediblər. Zorla, öz xoşu ilə yox. Ulu Öndər Sovet dövründə də milli ruhun yüksək səviyyədə olması üçün çox böyük işlər görürdü. Və bu məqbərənin açılışı tarixi hadisə idi. Mən o günü çox yaxşı xatırlayıram. Mən haradasa orada kənarda durmuşdum. Burada atam və görkəmli mədəniyyət xadimləri,
Yadımdadır Azərbaycan və erməni şairləri şeirlər deyirdilər. Hətta erməni şairləri Azərbaycan dilində şeirlər deyirdilər. Bu bir dostluq bayramı idi, dostluq tədbiri idi. Və heç kimin ağlına gələ bilməzdi ki, bir neçə ildən sonra burada separatizm baş alıb qalxacaq, Ermənistan Azərbaycana qarşı təcavüz edəcək, bizim tarixi şəhərimizi bizim əlimizdən alacaqlar, bizim tarixi abidələrimizi, məscidlərimizi, bu məqbərəni bu günə salacaqlar. Azərbaycan xalqının çox əsirlik irsini Qarabağ diyarından silməyə çalışacaqlar. Heç kimin ağlına gələ bilməzdi. Və bir də mən deyirəm, və mən dəfələrlə bunu demişim, əgər Heydər Əliyev 82-ci ildə Bakıdan Moskvaya getməsəydi, əgər onu Moskvaya vəzifəyə təyin etməsəydilər, heç vaxt imkan verməzdi ki, burada separatizm baş qaldırsın. Heç vaxt. Ancaq Heydər Əliyev hakimiyyətə gələndə artıq Şuşa işğal altındaydı, Kəlbəcər işğal altındaydı, Laçın işğal altındaydı, Daşaltı işğal altındaydı, bütün ətraf bölgələr işğal altındaydı və Dağlı Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılmışdır. Xalq cəbhəsi, Müsavat hakimiyyəti bunun günahkarıdır. Onlar bu xəyanəti törədiblər. Ondan sonra da qorxaqcasına qaçıb gizləndilər, fərarilik etdilər, Şuşanı satdılar, Şuşa kimi alınmaz qalanı demək olar ki, düşmənə təslim etdilər ki, Azərbaycandakı o vaxt ki, hakimiyyəti yıxsınlar və hakimiyyətə gəlsinlər. Belə də oldu. Şuşanın əldən getməsi o vaxtki hakimiyyətin süqutuna gətirib çıxardı. Və xalq cəbhəsi bundan istifadə edib, Şuşa əldən gedəndən sonra və Laçın düşmənə təhvil veriləndən sonra hakimiyyətə gəldi. Hər kəs bu tarixi görə bilər. Bu yaxın tarixdir. Xəyanət, satqınlıq, cinayət törədib xalq cəbhəsi Müsavat. Ancaq hakimiyyətə gəlmək üçün. Sonra nə idi? Sonra da Azərbaycanda talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsip elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Xalq cəbhəsi Müsavat satqınları xalqımızı rəzil etmişlər, biabır etmişlər. Dünyanın gözü qarşısında. Kim idi Ermənistan ki, biz onlara məğlub olaq? Kim idi? Xalq cəbhəsi Müsavat. Antimilli ünsürlər. Bax, Şuşanı verdilər düşmənə, özləri də qaçıb gizləndilər. Ondan sonra erməni vandalları bütün bizim şəhərlərimizi yerlə yeksan etdilər. İndi azad edilmiş torpaqlarda olarkən bunu öz gözümlə görürəm. Bütün dünya görməlidir. Məscidlərimizi, qəbirlərimizi, tarixi abidələrimizi, bütün binalarımızı yerlə bir ediblər. Bu məqbərəni də yad elli düşmənlər dağıdıblar. Bu məqbərənin bu hissəsində naxışlar var idi. İndi tarixi şəkillər var. Hamısı söküb talan edilir. Məqbərə dağıdılır. Nə qədər bunların ürəyində düşmənçilik olmalı idi ki, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan, Kaçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan, Kaçaryan cütlüyüdür. Quldurlar, Xocalı cəllatları, özündən yalancı qəhrəman düzəldənlər, onları biz məhv eləmişik. Onların ordusunu biz məhv eləmişik. Onların ordusunun əlindən biz Şuşanı geri almışıq. Qəhrəmanlıq göstərərək, sıldırım qaylardan qalxaraq, yüngül silahlarla, bıçaqlarla, toplara, tanklara qarşı vuruşaraq məhv elədi onların ordusunu. Haradaydılar onlar? Qaçıb gizlənmişlər İrəvana.
Biri burnu sokmuştu bura. Ama bir 5 gündən sonra dovşan kimi buradan qaçdı. O birisi ümumiyyətcə səsini çıxartmırdı. Üçüncüsü də var. Müharibə cinayətkarı. Oxanyan. Özü də burada doğulub. Bizim torpağımızda gəlmişdi. Müharibə dövründə güya Şuşanı müdafiə etməyə. İti qovan kimi qovduq onu. İndi yenə sülənir Ermənistanda. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu? Onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa bir daha qırarıq. Kaçeryan Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bugünə saldınız. Mən Müzəffər ordunun baş komandanı kimi gəlmişəm və burada durmuşam. Öz torpağımda durmuşam. Sizin də, iziniz də, tozunuz da rədd olub buradan. Və bir də olmayacaq. Heç vaxt olmayacaq. Bugün Dağlı Qarabağda bəzi özünü siyasətçi adlandıran ünsürlər yenə də baş qaldırmaya çalışırlar. Unutmasınlar. Bizim səbrimizlə oynamasınlar. 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq. Gəlin alın. Gəlin bura. Buradasınız siz. Yaxındasınız. Gəlin alın. Görüm necə alırsınız. İti qovan kimi qovmuşuq sizi. Rədd eləmişik. Cəhənnəmə göndərmişik. Vaqif Payızı günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm. Bu il keçiriləcək. Xarı Bülbül Festivalı bu il keçiriləcək. Şuşanın bərpasını biz artıq başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Və Şuşa Azərbaycan dövlətinin mədəni paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Əslində həmişə belə olur. Sadəcə olaraq mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq və Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq. Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Və buradan da çay görsəniz, görürsünüz. Burası Cıdır düzüdür. Hər birimiz üçün əziz doğma Cıdır düzü. Şuşanı Cıdır
düzüsüz təsəvvür etmək mümkün deyil. Azərbaycanı isə Şuşasız təsəvvür etmək mümkün deyil. Biz Şuşaya qayıtmışıq, Cıdır düzünə qayıtmışıq. Və bu tarixi yerdə bundan sonra muğam səsi eşidiləcək. Azərbaycan mahnıları ifa olunacaq. Böyük tədbirlər keçiriləcək. Toy bayram olacaq. Bir müddət bundan əvvəl bəziləri işğalçı qüvvələr bizim müqəddəs yerimizdə bizim heysiyyatımıza toxunmaq üçün, Azərbaycan xalqını təhqir etmək üçün eybəcər hərəkətlər etmişlər. Bütün dünya artıq bundan xəbərdardır. Yallı getmişdilər. İzi tozu da qalmayıb burada. Rədd eləmişik. İndi Cıdır düzüdə, Şuşada, Qarabağda qayıdıb. Bu torpağın sahibləri qayıdıb. Əlində silah, əlində bayraq, ürəyində vətən sevgisi. Vətən sevgisi bizi qələbəyə gətirdi. Vətən sevgisi, vətənpərvərlik qələbəmizin əsas amilinə çevrildi. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişdi. 17 ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları aldılar. Bütün nəsildən olan vətəndaşlarımızın bu qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bugün 27-32 yaşı var. Məhz vətənpərvərlik ruhunda onların tərbiyə alması, düşmənə nifrət hissi bizi qələbəyə apardı. Və Azərbaycan tarixi ədaləti bərpa etdi. Gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalqımız, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruğa birləşib. Qələbəmizin rəmzi təsadüfən yumruq seçilməyib. Mən demişəm, bir də burada Cıdır düzündə demək istəyirəm ki, bu həm gücdür, həm birlikdir. Onsuz da bizdə birlik kifayət qədər yüksək səviyyədə idi. Bundan sonra daha güclü olacaq. Birlik olan ölkələr qələbə qazanırlar. İradəsi olan liderlər qələbə qazanırlar. Heç nəyə baxmadan, heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən liderlər qələbə qazanırlar. Azərbaycan timsalında bunu hər kəs gördü. Biz qələbə qazanmışıq, Ermənistan məğlub olub. Biz eyni zamanda haqlıyıq. Bizim davamız haqq davası idi. Ermənistan davası işğalçılıq davası idi. Və haqq ədalət zəfər çaldı. Güc hesabına, iradə hesabına, siyasət hesabına, birlik hesabına. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan.
Qondarma rejim bəyan etmişdi ki, dırnaqarası Dağlıq Qarabağ Respublikasının parlamentini onlar Şuşa şəhərinə köçürəcəklər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməlidir. Və artıq inşaata da başlamışlar. Bax, bu binanı onlar dırnaqarası Dağlıq Qarabağ Respublikasının parlament binası kimi inşa etməyə başlamışlar. Ancaq çatdıra bilməmişlər. Biz gəldik. Bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə onların bu çirkin əməlləri həyata keçmədi. Parlamentdə görbagör oldu, statusda görbagör oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır. Bunlar kimi saxtakar millət yoxdur dünyada. Bu bərpa oldu. Yanvarın 15'inde şəhər tezdən yenə Cıdır düzünə gəldik. Artıq Şuşadan Bakıya yola düşürük. Getməmişdən əvvəl də istədik gələk bura, bu müqəddəs yerə, tarixi yerə, bir də bu gözəlliyi seyr edək. Şuşaya çox sağ ol deyək. Gələn görüşlərə də deyək. Biz qayıtmışıq. Azərbaycan qayıdıb öz doğma torpağına. Şuşanı azad etmişik. Şuşada bundan sonra Azərbaycan xalqı əbədi yaşayacaq. Dünən Şuşada demək olar ki, bütün günümüzü keçirdik, bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq eyni zamanda Şuşanı dağılmış, amma eyni zamanda əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır. Şuşa sınmayıb, Şuşa əyilməyib. Nə qədər mənfur düşmən çalışsa da Şuşanın simasını dəyişdirə bilməyib. Şuşanın bütün yaralarını biz sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir. Biz dünən gecə Şuşada qalmağa qərar verdik. Halbuki Bakıya dönməliydik. Ancaq mən hesab etdim ki, mütləq Şuşada gecə qalmalıyıq. Çünki Azərbaycan prezidenti ilk dəfədir ki, Şuşaya gəlibdir. Bizim müstəqilliyimizin təxminən 30 yaşı var. Ancaq bu 30 il ərzində birinci dəfə Azərbaycan Respublikası prezidenti Ali Baş Komandan Şuşaya gəlib və Şuşada qalıb və sözün düzü Şuşadan getmək istəmir. Şəhərin
unikal memarlığı, relyefi, təbiəti, havası, aurası təkrar olunmazdır. Mən dünən qeyd etdiyim kimi Şuşada 2 dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə tədbir keçirilmişdir. Kütləvi tədbir. Və Şuşanı bax dünənki kimi, bugünkü kimi və bu formada görmək mənə nəsib olmamışdır. Bir də gördüm ki, bu şəhərin unikal aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir. Bugün gecə cəmi 5 saat yatmışam. Saat 5-də oyanmışam. Bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq bu təkrar olunmaz bir hissdir. Ola bilər ki, Şuşanın bu səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Və Bakıya dönməzdən əvvəl bir daha gəlmişəm bura, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir də Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq ki, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, müstəqil dövlət kimi özümüzü təsdiq etmişik. Və bir də deyim ki, Şuşa bizimdir, Qarabağ Azərbaycandır. Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin,